Sırada Yeni Camoq sözcüsü Sayın Duman Savadan bəy çağıracaq. Buyurun. Danışıqlardan sonra çıxışçıların sözlərində olan bir deməli tənqid ya onların sözlərində dəstək ya hansı bir sualınız olsa çıxışdan sonra inşallah suallar verəcək. Buyurun. Yine bu mikrofon müşkildir. Bunu kaldırma olardan ediyorsun. Yendirecek işte. Başına bir yumurta kuruyor. Çok sağ olun. Çıkmam bu alışlara biraz. Gene de yetişmedi ki. Yetişti. Yok sen oradan uçuyorsan. Ben de sizi salamlayıram. Çok hoş gördük sizleri. Paltaşdan da eşilenlerimiz olsa onlarda salamlayıram. Burada düzdür, milli hərəkətdə olan təşkilatlar, bir o qədər də fikir fərqlikləri yoxdur. Amma burada oturanlara mən belə baxıram ki, heç deyə bilərəm ki, heç həddindədir fikir fərqlikləri. Ona görə söhbətlər bir o qədər də fərqli olmayacaq. Əgər bir hissəsi də tikrarı olsa, biləxərə siz də yorulmayacaqsınız inşallah. Valla bu 22 may bir xordad qiyamına milli cəhətdən çox mənim şəxsi xatirələrim hər zaman məni özünə dalır, aparır. Bir adam, bir fəal olaraq ki, o hadisələri, o olayı, o qiyama canlı olaraq mən yaşadım və yoldaşlarımızla bircə heç zaman mən unutmayacağım onu və söz bürəcəlikdə də istəyirəm şəhid olan dostlarımız və özelliklə ailələri, halıqə indiki zindanda olan dostlarımızın özlərini və ailələrini belə hörmətlə salamlayıram və ümid edirəm ki, onların çəkdikləri zəhmətlər heç zaman əvəzsiz qalmasın. Milli cəhətdən baxanda 22 maya çoxlu tərəflərdən buna yanaşıb məsələni dəyərləndirmək olar. Birisi elə bu assimilasyonun ondan öncə və ondan sonraki halı, milli oyanışın halı, təşkilatlanmanın halı, İran rejiminin milli hərəkətimizə baxışının durumu, vəziyyəti, dünyanın milli hərəkətimizə baxışı və təfkiləri, bu cəhətlərdən hamısını saatlarca ələ alıb danışmaq olar. Amma diqqət eləsəz ilə mən bu saydıqlarımda da bu 22 may öncə və sonrası deyilir. Diqqət eləsəz, biz 22 may yaranmamışdan öncə milli hərəkətimizdə istinad nöqtəmiz, indi istinad nə cəhətdəndir deyəcəyəm, çox qayıdırdı 21 Azərə. Dostlar da işarə edərlər. 21 Azərdə farslar bizim hakimiyyətimizi, hükümətimizi saldılar, qırğın törətdilər, əzdilər, vurdular. Bu 21 Azər nə qədər ki bizə önəmli olsa da bir sıra ibham nöqtələri var idi, çox zaman keçmişdi. Bizim millətimizi motive etməkdə, bizim millətimizi belə ayaqlandırmada bir o qədər enerji yarada bilmirdi bizim millətimizin içində. Biz bu cəhətdən bir boşluq yaşayırdıq. Bir söz-söhbət də var idi milli hökumətlə bağlı ki, xarici dövlətlərin rolu nə dərəcədə olubdur. Onlar da daha bir az çox səviyyədə bizim əl-qolumuzu bağlayırdı ki, ona istinad edək və millətimizə onu vurğulayaraq bir enerji yaradaq, bir demək səfərbərlik yaradaq. Amma 22 may yaranandan sonra biz bu nöqtəni tapdıq. Və elə bu yüzdəndir ki, buna islahen də deyilir milli mehvər günü. Bir gün ki, ona istinad olaraq bu günləri biz deyə bilərik ki, bizim şəhidimiz oldu, bizim bu yolda gedənlərimiz oldu, ona görə bağlılıq, yəni bir milli ruhu yaratmaq üçün, necə ki, Quzey Azərbaycanda 20 yanvar hadisəsi vardı, biz də bunu Güney Azərbaycanda tapdıq. Amma
bu milli ruh cəhətindən bu qədər önəmli olsa da, hərəkatımızın gedişində də bir ayrı əhəmiyyət daşıyırdı bu 22 may. İndi hərəkətlərə çox fərqli açıdan baxıb, çox fərqli mərhələlərə bölənlər var. Amma mən bu günləri Kiroş hərəkat aliminin təbəqə bəndisində, sıralamağına dayanıb bu məsələni açacağım. Kiroş deyir ki, hər bir hərəkat 4 mərhələdən ibarətdir. Birincisi, narazılıq yaranır. İkincisi, o narazılığın belə göstəricələri camiədə, toplumda özünü göstərir, numu tapır və o göstəricələrdən sonra yavaş-yavaş hərəkat başlayır oturuşmağa, teorizə olur, müxtəlif sahələrdə kanalizə olur, özünə yekun bir ideoloji tapır və ondan sonra ki, təzə özünü fərqli bir boyutla, güclü bir boyutda göstərərək sonuc almağı planlaya bilir və ola bilər ki, bu sonuc, yəni 4-cü mərhələ müsbət olsun, mənfi olsun. Təbii ki, bu oturuşmuş hərəkat sonucu da hətta mənfi də olsa bir çox müddət çəkir ki, bunun təsirləri camiədən, toplumdan çıxsın, geçsin. 22 may bu cəhətdən də bizə bir dönüş nöqtəsi idi. Dostlar işarə elədi. Narazılıq göstəricilər, biz ondan qabaq qala hərəkatlarımız idi, İlmirazər hərəkatımız var idi. Amma sadəcə 22 mayda idi ki, bu oturuşmanın, bu farslar demişkən nəhadinə olmağın, təşkilatlanmağın əhəmiyyəti gəldi göz qabağına. Belə ki, mən bir fərd olaraq ki, o qiyamlarda, məxsusən Təbrizdə var idim, bir hissiyyat əsasında bir sloganlar çıxırdı, şuarlar çıxırdı. Heç bir siyasi istək yox idi arada və təkcə kimliyə dayalı, haray-haray mən Türkəm, bir də İran qazetəsi ki çıxmışdı, onu mücazat etmək uğrunda bir istəklər var idi. Heç bir uzaq görünlü bir, deyək, dövlətçiliyi, siyasi bir istək yox idi arada. İllət nə idi? İllət bu idi ki, o narazılığa dayanaraq göstərilmiş olan o milli qiyam sadəcə bizim o əvvəl 2 mərhələnin, bizim hərəkatımızın əvvəl 2-ci mərhələnin gəlib bir səviyyəyə çatmasını göstərirdi. Oturuşmuş mərhələsi ki, özünü daha düzgün təşkilatlanmaqda göstərir, onda hələ özünü tapmamışdı. Doğrudur, biz onda da təşkilat olaraq çalışırdıq, amma toplumumuza, insanımıza belə bir təşkilatın olması bir o qədər də kütlə olaraq hiss edilmirdi. Daha doğrusu belə deyim sizə ki, orada çıxıb slogan verən heç bir alternativi görmürdü hakimiyyətə. Bu olmasın, nə olsun? Yox idi. Fəqət bu olmasın. Özdə bunun bir hissəsi olmasın. Yəni bizə təhqir olmasın. Daha bu təhqirin uzun müddətli olaraq necə biz gidərəcək, necə biz bərtərəf edəcək, yox eləyəcək tariximizdən ona əsasən heç bir söhbət yox idi ortada. Və burada idi ki, 22 may qiyamından sonra baxın bizim təşkilat sayımıza, ondan qabaq 1 ya 2 dənə təşkilat çox gizli səviyyədə olsaydı, ondan sonra əlam mən çox rahat burada bir 10 dənə təşkilat saya bilərəm. Olsun ki, güclü, amma mühüm o idi ki, o istək, o zərurət orada milli qiyamda duyuldu. Və o təşkilatlar da ki, vardılar, müxtəlif səviyyədə indi ola bilər ki, müxtəlif kəsimləri təşkilatlandırırlar, örgütləndirirlər və hərəkətimiz başarılı olaraq qabağa aparırlar. Təşkilatlanmaqdan söhbət gəlir, bugünkü bizim demə, həm zəif nöqtəmizdir, həm də çox önəmli nöqtələrimizdir ki, bu təşkilatlanmamız, təşkilatlanma deməkdə bir dövlətçiliyi istiqamətində olan oyanış cəhətində də siyasiləşdirmə deməkdir. Bir dənə var. Yox. Amma bir ruh çox tez keçdi. Danışanda da istəyirəmiz. 2 dəqiqə burada. Çünki burasından mən bir yaxşı yerə sağ. istəyirəm burasına işarə edəm. Tamam, mən işləri yekunlaşdıram. Bu siyasiləşdirmə cəhəti indiki bizim hərəkətimizin aktual qonularındandır. Hər kəs deyir ki, siyasiləşdirməliyik və təşkilat olaraq siyasiləşdirməliyik. Çox bir incə bir nöqtəsi var. Onu çox-çox diqqət eləməliyik. Biz təşkilat olaraq bunu
çox önəm verib rəhbər tuturuq. Ayrı təşkilatlardan da mən istərdim ki, buna daha dəqiq diqqət eləsinlər. Fars hakimiyyəti, yəni daha doğrusu İran dövləti heç zaman bu cür zəif durumuna, zəif halətinə düşməyibdir və hər zaman da belə qalmayacaqdır. Baxın, Fars dövlətini, İran rejimini, Cumhuri İslamini əsas tuturup ona qarşı mübarizə aparan, yalnız ona qarşı mübarizə aparan, daha doğrusu, yalnız ona qarşı mübarizə aparanlar 21 Azərdən dərs almalıdırlar. 21 Azərdə biz milli hökumətimizdə qurduq. İran dövləti, Fars şovinist dövləti o zaman indikindən də daha gücsüz idi. Məmləkətin hər tərəfi işğal olunmuş halındaydı ki, indi dəyər. Amma bir ildən sonra bu Fars hakimiyyətini özünü tapdı və təzədən gəldi, işğal elədi, qırğın da saldı və təzədən bizi aldı öz təhqiri, öz işğaliyin altına. Nə oldu? Və biz də bu günləri o təcrübəni daha təkrar etməməliyik. Əsas nədir? Əsas bu incə nöqtədir. Biz nə bilim Bakını, nə bilim Ankarasını, nə bilim xarici ölkələrdən heç birisini Tehranla qarşı-qarşı qoymayacaq milli hərəkətimizdə, millətimizə verdiyimiz oyanışda. Bizim milli oyanışımızda, millətimizi siyasiləşdirmədə, təşkilatlarımızı siyasiləşdirmədə, birləşdirmədə Tehranın qarşısına Təbrizi qoymaqla olacaq bu. Bu Güney Azərbaycan mehvərli düşüncə deməkdir. Bu günləri biz, İran çox güclü bir ölkədir. İndi də olmasa jeopolitik dəyəri vardı, nəfti vardı, gənc işçisi vardı, eğitilmiş toplumu vardı, siyasiləri vardı, dünyada labiləri vardı. Və bu hər zaman özünü belə halda saxlamayacaq. Cumhur İslamı gedirsə ayrısı gələcəkdir. Və biz öz millətimizi belə aparmalıyıq ki, sabahları milli hərəkət Tehranda güclü, demokratik, nə bilim, daha rifahlı bir dövlət yaradanda deməsin ki, rifahlı da olsun, bizi bassın, bizi təhqir eləsin, Fars yaxçıdır, nə bilim, Ankarada. Niyə biz Ankaranı tutuşdururuq Tehranla? Bizim tutuşturacağımız, qarşı-qarşıya qoyacağımız nöqtə milli oyanışımızda Təbrizlə Tehrandır. İstər Tehran bayrağı nə qədər də ucalsın, Təbrizin bayrağı ondan da daha uca olmalıdır. Bizim millətimiz belə iki alternativi belə qarşılaşdırmamalıdır ki, Tehranda bazarımız var, Bakıda da var. İndi Tehran pisdir, azadlıq vermir, falan verir, ona görə biz Bakıya tərəf getməliyik. Yox, bizim millətimiz Tehranın güclü olduğu zamanda deyəcək ki, Təbrizin bayrağı ucalmalıdır. Əlbəttə bu demək deyil ki, biz indi ortada olan fürsətlərdən yararlanmayaq ki, elə bir hal yaransın. Fürsətlərdən yararlanacaq, amma milli oyanış istiqamətimiz dəqiqən millətimizi haqları ilə tanış eləməkdir. Bu haqq heç bir zamanda, heç bir məkanda, heç bir şəraitdə vazgeçilməz bir haqlardır və bu o zaman mümkündür ki, biz yalnız Tehranın qarşısında Təbrizdən söz edək. Çox-çox sağ olun.